Müsəlmanlar oyanmır ərəb nağıllarına. Cəmaət robot insan düzəldir. Gəl qalx yuxarı görməyək biz. Ha tamam. Sən nə düzəltmisən indiyə qədər? Etməmişəm, vətən Hə. oradan canımı qoymuşam. Canını qoyğu düzəltməkdən də ancaq sənin kimi yəni ərəb nağıllarına inananlar səndən çox qoyublar vətən uğrunda canlarını. Mən şəxsən görməmişəm ki, retqi hallarda görmüşəm ki, o çıxıb efirdə danışan o dindarların bir çoxu 44 günlük vətən müharibəsində şəhid olsun. Doğru da Həyatda görməmişsən. yaxınlar, oğlu, Göstərsən qızı, sənə. ürəkəni. Tamam. Bir saniyə. Mən Hansı hərbidə olmuşam. bölgələrdə? Mən inanıram Allaha da, hərbidə olmuşam, canımı da, qanımı da qoymuşam. Sən harda olmusan? Allahu Ekber! Qarabağdamısın. Şerefsizler. Ermənidən özbək. Ay. Allah əkbər. Nə hörmət? Ərəbcə danışır. Yaxşı. Allahu Ekber! Bəli, bu bizim Sən- şüarımız idi müharibədə. Görürəm, Bax mən biraz, siz üzüm, onu üzüm, telefonda bax. göstərin, mən canlı görmüşəm. Elhamdülillah, Allah'ım sana şükürler olsun. Bu torpakta secde ederim, ay Allah. Sana son şükürler olsun. Ya Rabbim, 27 ildən sonra Allah'ım sen buranı bize nasip. Şuşadan salamlar göndərirəm dostlarıma, qardaşlarıma. Özləri burada olmasalar da, ürəkləri burada oldu. Əsasən də doğulduğum rayona, Cəllabad Sərrabad kəndinə buradan salamlar göndərirəm. Cəllabad rayona salamlar göndərirəm. Oradan qardaşlar, dostlar, burada olmasalar ürəkləri burada oldu. Brat, öpürəm. Allahu Akbar. Allahu Ekber. Selamun Aleyküm. Bir hazırda inşallah Laçın torpağında Mənə yok. göstərməyə ehtiyac yoxdur, qardaş, mən canlı görmüşəm. Hə, sən görmüsənsə, bəs yəni bu adamlar, qulaq as, bu adamlar deyirsən ki, bu adamlar ərəb nağıllarına inanırdılar, inanmırdılar. Yox, qulaq as. Amma cavab ver, sonra söhbət edək. İnanırdılar, inanmırdılar. Bax bu göstərdiyim oğlanlar var, qulaq as da bir dəqiqə, səbir ol. Bu göstərdiyim oğlanlar ərəb nağıllarına inanırdılar, inanmırdılar. İnandılar, nağardılar. Günün bu günü nesinə qazi. Yox, qardaş, sən demədin ki, mən görməmişəm, qulaq as, sən Hansı deyirsən ki, biriniz? mən görməmişəm ki, ərəb Yaxşı. nağılına inananlar Qulaq orada as. vursunlar. Onda səhvə etiraf elə, səhvə Qulaq as. etiraf elə ki, səhv dedin. Yox. Yo sözümü kəsmə də qardaş. Bir dənə 92-dən bu bəri. etiraf elə ki, mən bayaq Yox. qazilərin, ərəb nağıllarına inanan qazilərin haqqına girdim. Ondan sonra mən səndən davam görüm ki, sən səmimisən də söhbət eləməyə dəyər. Yox, əgər bir insan öz səhvini etiraf eləmirsə, onunla nə danışım mən? Səhvi etiraf edirsən? Qulaq as. Yox, qulaq asmam. Səhvi Yox, etiraf mən edirsən özür yoxsa dilərim. yox? 92-dən bəri. Yox, əzizim, qulaq as. Qardaş, demə Necə olur sözünü. ki, Qulaq 92-dən səhvi etiraf bəri? edirsən yoxsa Nə yox? qədər? Deməyəcəksən söz. Qulaq asmayacağam. Yox, Deyirəm sən ki, mən bu sözün qazilərin deyim, sonra haqqına cəhmət girməyim. var. Yox, demə, uzatmaq lazım deyil. Bu hə yox məsələsidir. Minlərlə müsəlman ərəb nağıllarına inandığın dediyin adamlar gedib orada vuruşub şəhid olublar. Aydındır? Minlərlə. Və 10 minlərlə də o adamlar vuruşublar orada. Allah Əkbər deyə. Aydındır? Və sən deyirsən ki, mən Nə belələrini hörmət görməmişəm. Belələri olmayıbdur. Belələri olmayıbdur. Sən onların haqqına girirsən. Nə Deyirsən ki, hörmət oldu? mən səhv elədim. Nə? Yox, qardaş, nə hörmət qoyuldu? Hələ o sənə kim sənə hörmət qoymayıb? Qulaq qardaş, qulaq as bir dəqiqə. Kim sənə hörmət qoymayıbsa, get onlarla Qulaq as. söhbət elə. Mən sənin iddiava deyirəm. O başqa mövzudur. Sən o adamların haqqına girdin. Deyirəm ki, mən Yox. səhv elədim. Etiraf edirəm ki, xəta elədim. Yox. Yox, qulaq as, sözüm deyim. İmkan vermirsiniz axı sözü. Yox demə də, niyə Yaxşı. səhvi boynuna almırsan? Necə olur? Səhvi boynuna al, mən görüm ki, Yox, sən səhv doğrudan yox. kişi Qulaq as adamsan, da bir- mərd adamsan, səhvi boynuna alırsan. Yoxsa mən getdim, qardaş, vuruşdum, qadın mənə sən, hörmət edən qulaq olmadı. sözüm Bu deyil. ayrı mövzudur. Qardaş, bir dənə qulaq as. Boynuna etiraf elə ki, etiraf elə. Bizim burada qazi indi qaldıracağım. O qardaşı çağırında bir dənə bizim. Mən Qazi qazıyam. qardaşımızı çağırın. Mən də qazıyam, Hə? mən də iştirak edirəm. Hə, qazi də aşağıda. Sən Sən bunların haqqına girsən. De səndən üstü, bax bu dəqiqə səndən 2 dənə qazi var. Başı- M Kərimli üstündə də Abdullah. İkisi də qazidirlər. Aydındır? Boynuna bir dənə al ki, mən onların haqqına girmişəm. Mənə qulaq Mən as heç demə, haqqına boynuna girmədim. al sonra. Haqq- Qardaş, boynuna al sonra. Yox. Belə Mən deyil, heç- qardaş. Birinci aşağıdan təhqir eləmisən, qalxmısan bura. İkincisi, boynuna səhv al, mən səndən vallahi çox yumşaq səmimi söhbət eləyəcəm. Amma sən insanların haqqına Qulaq as, girirsən. sözümü deyim də, qardaş. Qulaq as yox, Mən qulaq heç vaxt asın. qulaq as- Birinci qulaq asma, boynuna al sonra. Boynuna alacaqsan sonra qulaq asacağım. Mən Səhv olduğu çünki niyə? etiraf elə sonra. Qulaq as da biz.
Yox, niyəsi yoxdur qardaş. Sən orada bayaq dedin ki, mən hərbdə olmuşam. Mən bir dənə bu müsəlmanların da ərəb nağıllarına inananların dırnaq içində görməmişəm ki, onlar gedib orada vuruşsunlar. Boynu al bunu ki, bu səhv idi. Ağzımdan çıxdı. Mən sırf o televiziyada danışanlar deyirəm mən. Onda düş aşağı qardaş, düş aşağı. Get işinlə məşğul ol. Özünə hörmət elə. Buna bax buna. 1 qram sən elə əlindən bir zibil gəlmir, çıxıb cəmaata söz atırsan. Kişiliyin olsun hə.